Liqasında mövsümün başa çatmasına bir tur qalıb. Neftçini isə çempionluqdan yalnız bir qələbə ayırır. Neftçinin əvəzedicilərdən ibarət komandası mövsümün həlledici qarşılaşmasına hazırlaşır. Ağqaralar sonuncu 36-cı turda Sabahla üzə gələcək. Askarino'da keçiriləcək bu görüş hər iki komanda üçün talih yüklü olacaq. Neftçi və Sabah 35 turdan sonra turnir cədvəlində eyni 68 xalla zirvəni bölüşür. Lakin qələbə sayında üstün olan Sabah komandası ilk pillədə qərarlaşıb. Bu isə o deməkdir ki, son oyunda qalib gələn tərəf 2024-2025 mövsümünün çempionu olacaq və kuboku başı üzərinə qaldıracaq. Qarşılaşmanın bərabərliyi ilə yekunlaşacağı təqdirdə qələbə sayındakı üstünlüyə görə çempionluq bayquşların olacaq. Komandamızın baş məşqçisi Rəşad Abdullayev ötən mövsümdə qazandıqları çempionluqdan sonra bu dəfə də eyni uğuru təkrarlayıb 2 qat çempion olmağı hədəflədiklərini bildirib. Son oyunun hazırlıqlarına başlamışıq. Oyun ayın 23-nə planlaşdırılıb. Əsas komanda bir gün qabaq oynayacaq. Vaxtımız belə deyək azdır, 2 gün vaxtımız qalıb. Son oyunu heç oynadıq. Çalışacaq ki, belə deyim də, bu final oyunu öz lehimizə nəticələndirək. Bizim komanda belə oyunları xoşlayır. Yəni həmişə komandamızda əzmkarlıq görmüşəm. Belə oyunları sevirik. İnşallah çalışacaq ki, yəni komandamız həmin oyunda çempionluğu əldə etsin. Biz belə deyim də, biz futbolçu olanda da belə oyunları çox oynamışıq. Bizim komandamızın həmişə xarakteri olub. Düzdür, bu il biraz qeyri-stabil oyunlarımız oldu. Heç-heçələrimiz çox oldu. O da bizə problem yaşatdı. Amma bu artıq son oyundur. Uşaqlarla danışığımız olub. Hələ də 2 gün vaxtımız var. Bu son oyun onların oyunudur. Yəni onların final oyunudur. Bir imtahan da olar üçün. İnanıram ki, rəqib meydançasında olsa belə Sabah da həmişə bizə qarşı yaxın, sərt oynayan komandadır. İnanıram ki, futbolçularımız meydançadan uzaq çıxacaq. Futbolçularımız Elcan Əbilov və Hüseyin Babayev də qarşıdakı vacib maçla bağlı düşüncələrini Neftçi TV ilə bölüşüblər. Mən öz komandamdan həmişə çempionluq gözləyirəm. Çünki bu komandanın qanında var. Oyuncuların əksəriyyəti dəyişsə də çempion olan heyətdən də oyuncularımız var. Yenə də çalışacağıq, bu uğuru təkrarlayaq, qızıl dubl eləyək. İnşallah istədiyimiz kimi olar. Əlbəttə ki, keçən il çempionluq o ayrı, bu ayrı. Rus yenə də əsas, necə deyim, daha köklənmiş bu ilki ilədir. Demək olar ki, o yaddan çıxdı. İndi hal-hazırdakı mövsümə daha yaxşı hazırlaşıb, son oyundur demək olar. Yaxşı bir nəticə ilə başa vurmaq istəyirik. İnşallah da yaxşı bir nəticə olar. Əlbəttə ki, necə deyim, keçən il bacardığımız kimi inanırıq ki, bu ildə daha yaxşı bir nəticə ilə bacaracağıq. Qeyd edək ki, çempionluğu müəyyən edəcək bu vacib qarşılaşma mayın 23-də keçiriləcək və saat 18-də start götürəcək. Maç Neftçi TV ilə canlı yayımlanacaq.